Nigar, tanıram da soruşum, o aptek meselesi neydi? Teymur düz değil. Yani düzdür, mənə aidiyyatı yoxdur, amma bəlkə demişkən cavab verməyə bilərsən. Problem yoxdur. Hə, olub belə şey. Amma Teymur məni gütdüyündən xəbərim yox. Mən o dediyin şeyi utancaq pasiyentim üçün almışdım. Məqsəd onu ürəkləndirmək idi ki, yoldaşı ilə yaxınlıq eləsin. Şərt qoydum qabağına ki, əmin onunla mənə alıb tezesini gətirsin. Bu qədər. Alıb gətirdi. Hələ gətirməyib yox. Bəs Teymura niyə başqa şey danışdı? Çünki mənə maraqlı deyil o məndən nə, mənim haqqımda nə fikirləşir. Mən özümdən əminəm. Yoldaşım mənə etibar eləyir. Vəssalam. Nigar, sənə bir şey demək istəyirəm. Mən Kamal'la görüşmüşəm. Adam çox narahatdır. Səndən çox xahiş edirəm, istintaq barədə ona heç nə demə. Adam bütün bağça məsələsinə qədər hər şeyi mənə dedi. Əslində mənim fikrim yox idi ona nəsə danışmaq. Sadəcə gördüm artıq nigarandı. Şübhələnməyə başlamışdı. Ona görə də məcbur olub danışdım. Mən səni başa düşürəm. Amma yenə də xahiş edirəm, heç nə danışma. Çünki sənin danışdıqların istintaqın gedişinə mane ola bilər. Onsuz da tupikdəyik. Bu da deyir 7-ci qətl var. Əslində heç nə danışma var. Bəli, yoldaş prokuror. Aha, yaxşı, oldu. Birazdan yaxınlaşarım.